bildirdi ki, and olsun hikmətli Qurana ki, sən həqiqətən göndərilənlərdənsən. Demək, doğru yol üzərindəsən və arxasıca deyir ki, Tənzilel Azizin Rahim endirdi, aziz olan endirdi və rahim olan endirdi. Yəni aziz Allahın bir adıdır, hansı ki qüvvətli, qüdrətli, güclü deməkdir aziz. İndi əgər elədirsə, elə olduğu halda buradan Məhəmməd Peyğəmbərə Allah birbaşa bildirir ki, bu nazil olunan o şəhərdə ki sən yaşayırsan, onlar özlərindən qanunlar çıxardıblar. Bir məsəl üçün deyək ki, özlərinin içində rəhbər seçiblər və o rəhbər aziz ola sayırlar onu, güclü, qüvvətli və özündən hökmlər çıxardır. Bu belə olacaq, bu haramdır, bu halaldır, o belədir, o elədir. Hikmətə aid olmayan, ədalətə aid olmayan, yaxın olmayan hökmlər, mövzular, qanunlar qoyulmuşdur. Hansı ki, Allah deyir ki, o aziz olan ki var, o mənəm. Yəni, aziz sözünün içində həm də hörmətli var, yəni sifəti. Yəni, həm hörmətli, həm qüdrətli, qüvvətli, güclü. İndi artıq Allah burada buyurur ki, onları, yəni onlar aziz olan onlar deyil. Qüvvəli, güclü onlar deyil. Qüvvəli, güclü olan sənə bu endirən, bu hikmətli Quranı endirən kimdir? Aziz olan, qüdrətli və qüvvətli olan Allahdır yəni. Və arxasıca o qüvvəti ki, qüvvət simvolu, qüdrətdən danışır və arxasıca dərhal gəlir Rahim. Yəni insan fikirləşir ki, güc hara, yəni düzlüyə ikisini də bir araya gətirmək olar, amma güc arxasıca da Rahim. Yəni mərhəmət. O dəqiqə insan fikirləşir ki, niyə yan-yana bunlar ikisi? Ona görə ki, məsəl üçün belə götürək. Əgər belə loru dilində indi bir misal gətireyim. Məsəl üçün biri bir adama bir pişik versə, ya it versə, balaca it versə, desə ki, gələ bunu saxla, böyüt, bəslə. Adam bilir ki, bundan bir ona zərər gəlməz də. Yəni bu şey deyil. O güc onda yoxdur ki, buna qarşı, yiyəsinə qarşı çıxsın. Amma aslan versələr ona, aslan balası versələr, məsəl üçün gələ bunu saxla, böyüt, fikirləşər ki, bu heyvan çox güclüdür ya. Bu aslan böyüdü, gəldi elə bir hala gəlib çıxacaq ki, sonra mənim özümü də parçalayıb dağıdar. Yəni buna mən özüm də heç yaxın gələnməyəcəm. Nə olsun yiyəsiyə? Bunda elə bir qəzəb var ki, elə bir güc var ki, səhər yeməyimi verəndə ya çıxardıb istəyərəm gəzdirimmi, ya həyətə bıraxım, ya nəsə eləyim. O qədər qüvvəlidir ki, birdən qəzəblənsə, üstümə hücum versə, mən onun qarşısını ala bilmərəm, fikirləşir. İndi və yaxud da ki, bir deyək ki, hansısa bir sahədə, deyək ki, məsəl üçün bir hərbi sahəsində bir komandir gəlir, yaxud deyək ki, bir universitetdə, institutda bir rektor gəlir və yaxud desək ki, məsəl üçün hər hansı bir sahədə də götürək, deyək ki, bir məktəbdə, idman sahəsində bir müəllim gəlir, yeni müəllim gəlir, ya bir ölkədə yeni bir dövlət başçısı gəlir və sahiba belə bir şey düşünsək və dərhal insanlar onu araşdırmağa qalxsalar, sual verirlər ki, bu adam necə adamdır? Biri qayıdıb deyəndə ki, o çox əzəmətli, güclü bir adamdır. Güclü deyəndə dərhal insanlar fikirləşir ki, bu güclüdürsə, yəni bunun qarşısına söz demək mümkün olmayacaq. Bunun qabağında yəni heç kim nə sözünün qabağına söz deyə bilər, nə bunun qanunlarını, qoyduğu əmri poza bilər. Və dərhal nə edəcək? Qorxuya düşəcək. Məsəl üçün biri fikirləşəcək ki, vay, mənim çox çəpəm olub, gəldi indi araşdırsa, baxıb görsə ki, mənim bu qədər çəpələrim, səhvlərim olub, o səhvlərimə görə mənə nə edəcək? 100% ki, mənə cəzalandıracaq. Cəzasını da qarşısını ala bilmərəm. Niyə? Çünki mən ondan zəifəm. O daha qüvvəli və güclüdür. Mən onun qarşısını ala bilməyəcəm. İndi və yaxud da ki, məsəl üçün belə götürək ki, və əgər desələr ki, həmin adam, gələn adam güclü olsa da, üstəgəl rəhimlidir. Rəhimli desə, artıq biz nə olacaq? İnsanlar və yaxud kimlərsə sakitləşəcək. Ki, yəni bu gücünü istifadə eləməz, yəni əzimliliyini istifadə eləməz
necə gəldi, nə gəldi eləməz. Bu, həm də bunda rəhmət var. Bu rəhimli, insan çox rəhimli adamdır. Onda artıq nə olur? Sakitləşir insan ki, ha bu gələn adam kimdirsə, güclü olmasına baxmayaraq həm də rəhimi var. Məsəl üçün bir qadın bir kişiyə ərə gedəndə, evlənəndə Allah nə deyir? Biz sizin aranızda nə yaratdıq? Sevgi yaratdıq. Sevgi tək yaratdıq? Yox. Sevgi və nə yaratdıq? Rəhmət. Rəhmət mütləqdir. Yəni ki, insanlar ancaq, xüsusən qadınlar ancaq düşünməməlidir ki, bu sevgi varsa vəssalam, bitdi. Ola bilər sənin sevgin olsun, amma ki onun, o sevdiyin adamın rəhmi olmasın. Çox sərt, qaba, sərt daş qəlbli olsun. Və sabah o sənə zülm etsin, sabah o səni əssin və s. Yəni sən mütləq ki bir şeyi düşünməməlisən ki, bu sevgi varsa məndə, demək sevgi də Allahdan gəlir. Demək artıq bu bir işarətdir mənə ki, mən bu ilə ailə qura bilərəm. Yox. Allah bir tək sevgini demir. Mütləq ki onun ikinci şərti də, ikinci sözü də nəzərə alıb, onu da şey eləməlisən, götürməlisən, düşünməlisən. Yəni ki, həm sevgi ilə yanaşı bir də rəhmət deyir, nazil etdim. Yəni aralarında əgər ikisi də olmasa, həm sevgi, həm rəhmət, ikisindən biri əski olsa, artıq o adama yaxın gəlmək düzgün deyil. Sonra qınamaq lazım deyil ki, ay nə bilim bu qismət idi, ay nə alın yazısı idi, ay nə bilim nə idi, yox. Çünki Allah, indi o mövzudan uzaqlaşmayayım, yəni mən onu açıqlamaq istəyirəm ki, rəhmət nə qədər önəmli bir şeydir. İndi burada Allah əgər deyirsə ki, azizdir, yəni bir çox müsəlman fikirləşərdi ki, Allah azizdir, yəni qüvvəlidir, bu məni istədiyi halda, istədiyi zaman neyniyər, elə haqq da olar və haqqdır da, heç kim o sorğulaya bilməz, heç kim o qarşısını ala bilməz, heç kim onu sorğu-sual tutmaz, hesab kitab çəkə bilməz. Yəni o istəsə, istədiyini edəndir. Nə yerdə, nə göydə, nə onun arasında heç bir məxluq onun qarşısını ala bilməz əgər o bir şey dilərsə. Allah Quranda Məhəmməd Peyğəmbərə deyir ki, de onlara ki, əgər Allah məni və sizi bir əzab vermək istəsə, bir zərər vermək istəsə, onun qarşısını deyir, kim ala bilər? Kim onun qarşısını ala bilər? Kim onun önünü keçə bilər, kəsə bilər? Yəni, bu o deməkdir ki, yəni heç kim, əgər Allah qərar versə, istəsə ki, məhv eləsin, cəza versin ki, haqlıdır burada. Allah Quranda deyir ki, başqa ayədə, əgər Allah insanları günahlarına görə məhv etsəydi, dərhal cəzasını versəydi, yer üzündə bir nəfər belə qalmazdı deyir. Yəni, istisnasız bir nəfər də belə qalmazdı. Hamısını məhv eləyərdi. Və haqlı da olardı ki, Allahı haqsız mümkün deyil demək. Çünki Allah hər nə edirsə etsin, o etdiyində hər zaman, hər an, həmişə nədir? Haqlıdır. İndi insan düşünə bilər ki, bu aziz olan tərəfindən nazil olubsa, yəni Allah tərəfindən nazil olunubsa, güclü tərəfindən, bu kim tərəfindən nazil olunubsa, o çox qüvvəlidir, güclüdür. Və o hökmlərini etdirəcək və kim onun əmrindən çıxarsa, ona cəza verməyə qüvvəlidir, güclüdür, qüdrətlidir. Kim onun sözündən çıxarsa, əmrindən çıxarsa, həddini aşarsa və desə ki, mən qəbul eləmirəm, mənim istədiyim o deyil, mən istədiyimi eləyəcəm, belə eləyəcəm, elə eləyəcəm, onun bu deməyinə baxma, Allah azizdir, yəni ki, qüvvətlidir, o nə edəcək? Onun cəzasını verəcək, onu sındıracaq, onu zaman gələcək ki, onun cəzasını, hesabını, kitabını ondan çəkəcək, verəcək, hesabını verəcək Allaha, o aziz olana və onu heç kim qutara bilməyəcək və onu heç kim qarşısına ala bilməyəcək. Heç kim ona şəfaət edə bilməyəcək ki, orada gələcək indi, yaxınlaşacaq yavaş-yavaş şəfaət mövzusuna da. Mən indi çox güman ki, bu Yasin surəsinin indi nə qədər ayəsini bilmirəm, işləyərik, 10 dənə, 15 dənə, indi görürsünüz ki, bu bir ayənin üstündə işləmək, daha çox ayələr gətirmək lazımdır, amma ki, mən çalışıram ki, daha az ayələr gətirim ki, çatdıra bilim mövzunu. İndi bir müsəlman və Məhəmməd Peyğəmbər içində düşünür ki, artıq düşünməlidir və düşünürük ki, artıq, demək, bu nazil olunan azizdir, qüvvəlidir və biz o qüvvəyə, o Allaha, o bizi yaradana nə etməliyik? Təslim olmalıyıq, boyun əyməliyik və deməməliyik, vay, batdıq, artıq söz. Nə olacaq? İndi Allah aziz olduğuna görə, qüvvəli olduğuna görə və biz günahkar olduğumuza görə bizə bəla və cəza verəcək. Bundan qurtuluş yoxdur və bizə heç kim qutara bilməyəcək.
ve bize rahatlayır. Arkasıyla deyir ki Rahim. O rahimlidir. Yani sen eğer bu nazil olunan, indirilen ayələrə təslim olsan, boyun əysən və Allahdan çəkinib qorxsan, Allah sənə nə edər? Rəhm edər. Səni bağışlayar. Sənə tövbələrimi qəbul edər. Və bu ilə səni rahatlayır. Və arxasıyla da deyir ki, li tunzira qavman ma unzila ababuhum fahum gafilun. Yəni ki, xəbərdar edəsən qövmü xəbərdar etməyin üçün endirdi əziz və rəhim olan, xəbərdar etməyin üçün, uyarmağın üçün qövmi, hansı ki ataları xəbərdar olunmamış, onlara nazil olmamışdı. Yəni onlar, məsəl üçün İsa peyğəmbərlə Məhəmməd peyğəmbərin arasında 500-600 il fərq olub, məsafə olub. Və o ərzdə, o dövrdə bunlara ki indi nazil olur ayə, onların atalarına, babalarına 600 il, 500 il vaxt keçib. Nə peyğəmbər gəlmişdi İsa peyğəmbərdən sonra, nə də ki ayələr nazil olurdu. Yəni onlar qorxudulmamışdı və onlar qafil idilər. Düzdür, deyə bilməzdilər ki, bizə nazil olmamışdı ayələr, bizə gəlməmişdi elə bir rəsullar ki, bizi qorxutsunlar, sıxsın, xəbərdar etsinlər. Onların əllərində İncil vardı, Tövrat vardı və elə bir ayələr var ki, Allah Quranda deyir ki, Quran onların sinələrindədir. Mənə bir dəfə sual verdilər ki, elə bir yerlər var, ölkələr var, Mazambikdə, nə bilim, Cunquliyada, hardasa bir nə var, qövmlər var ki, onların içində heç ayə yoxdur, gücünə danışırlar. Bəs onlar necə hesab kitabı olunacaqlar ki, onlara ayə gəlməyib, peyğəmbər gəlməyib və ayələr gəlməyib. Deyirəm ki, yəni bunun cavabını belə vermək lazımdır ki, yəni baxın, Allah Quranda deyir ki, bu Quran onların sinələrindədir. Kimlərin sinələrindədir? İnam gətirənlərin. Yəni əgər orada deyək ki, o Mazambikdəmi ya o Cunquliyada, Amazonka meşələrində o tayfalar ki var, baş kəsirlər, adam əti yeyirlər, nə bilim, neynirlər, vəhşilər kimi yaşayırlar. Onların içində kimsə tutam ki, birinə zülm eləyir, birinin əlindən nəsə alır, digəri biraz rəhimli olur, deyir ki, niyə alırsan, olmaz, öldürmək istəyirlər, kimsə deyir, öldürməyin, nəyə öldürürsə, yazıqdır. Demək, bu öldürməyin, olmaz, yazıqdır, bu əlindən bunu alma, bunu oğurluq eləmə, haqsızlıq eləmə, bunu deyən qəlbində nə var? Demək, qəlbində rəhmət var, Allahın ayələri var, fitrət var. Demək, bunda var. Və bu öydü verəndə onlar qəbul eləmirsə, demək, o artıq, indi deyərsən ki, bunun ayə ilə əlaqəsi var. Baxın, burada yüzlərcə ayələr var ki, Allah deyir ki, onlar belə dedilər, müsəlmanlar elə dedilər, kafirlər belə dedilər, münafiqlər filan dedilər, müsəlmanlar belə dedilər və s. Yəni, vaxt yoxdur, mən bir dənə keçim dəlilləri verim. Yəni ki, özünüz oxusuz görəcəksiniz. Allah onların ağzından çıxan kəlmələri biri səhvdir, biri düzdür, məsəl üçün. O səhvlə düzü müqayisə eləyir, o deyir, o düz deyir, bu səhv deyir. Musa peyğəmbərin dövründə Firavuna ki, qarşı gəlir hakimiyyətdə deyəndə, imanı gizlətmiş bir adam çıxır, deyir ki, məgər siz indi onu öldürəcəksiniz ki, o yalnız Allah vahid təkdir deməyinə görə onu öldürəcəksiniz. Məsəl üçün, bu söz dedi, bu sözü deməyinə görə, nə oldu? Gözəl bir söz olduğuna görə, hara yazıldı? Ayə, Qurana. Və bu oldu nə? Ayə. Bu oldu Quran. İndi kim hansı bir gözəl bir sözü desə, gözəl bir əməl eləsə, gözəl bir öyüd versə, bu Allahın ayəsidir. Ki Allah Quranda deyir ki, Quran onların sinələrindədir. Yəni həm bunu bilirlər sinələrindədir, həm də ki, hər hansı bir gözəl bir şey, gözəl bir söz, gözəl bir öyüd, gözəl bir şey, hamısı Allahın ayələridir. Hətta göy, yer, yağış, hər bir şey Allahın ayələri, yəni əlamətləri, işarətləri, möcüzələri və s. Yəni o bir neçə mənaları var. İndi ikinci hissə də qutardı, Allahın izni keçməliyik üçüncü hissə.